Vaxtınız xeyirli olsun, xanımlar və cənablar, hər birinizi salamlayıram. Mən Natiq Süleymanzadə, bildiyiniz kimi dövlət qulluğuna, daha doğrusu dövlət orqanlarına, dövlət qulluğuna qəbul üzrə müsabiqənin test mərhələsinə, qanunvericilik üzrə və müsahibə mərhələsinə dünya görüşündən tələbələr hazırlaşdırıram. Bu istiqamət üzrə pedaqoji fəaliyyətlə məşğul oluram. Hər birinizi mənimlə birlikdə müsabiqənin test mərhələsinə və müsahibə mərhələlərinə hazırlığa dəvət edirəm. Bütün məsuliyyətimlə inanıram ki, məni seçməkdə yanlış etməyəcəksiniz. Yüksək nəticə əldə edəcəksiniz və müsabiqənin test mərhələsinə hazırlıq prosesində sizi elə hazırlayacağam ki, sonrakı etapda əsas mərhələ olan müsahibə mərhələsində də bu istiqamətdə çətinliyiniz olmasın. Bugünkü əsas bu video material çəkməkdə məqsədim isə sizə ümumilikdə müsahibə prosesi haqqında danışmaqdır. İlk öncə oradan başlayaq ki, müsahibə mərhələsi özü də deməli, üç əsas hissədən ibarətdir. Yəni, müsahibə proqramı, sizin müsahibədə iştirak edirsiniz, sizə müxtəlif suallar verirlər ki, o suallar sizin müvafiq dövlət orqanında, müvafiq iddia etdiyiniz vəzifəyə qəbul olmanız üçün əsas mərhələdir. Məhz müsahibə mərhələsini keçdikdən sonra ümumi müsabiqəni yekunlaşdırmış olursunuz. Və bu sualların verildiyi proqram üç əsas hissəyə bölünür. Birinci əsas hissə ümumi qanunvericilik hissəsidir. Hansı ki, sizlər test imtahanına hazırlaşma mərhələsində məhz qanunvericilikdən həmin proqram üzrə bilib bacarığa yiyələnirsiniz. Test imtahanında yazmaq üçün. Tutaq ki, misal üçün, ora nə daxildir? Konstitusiya daxildir, dövlət qulluğu haqqında qanun var, etik davranış qaydaları, korrupsiya qarşı mübarizə, müəyyən mənada normativ hüquqi aktlardan da düşür və s. və ilə axır. Məlumat azadlığı və ilə axır. Bunlar hansı ki, siz test imtahanına hazırlıq prosesində, test imtahanından keçmədə bu hissədən testdə iştirak edirsiniz, buna görə siz təcrübəli olursunuz. İkinci əsas mərhələ dövlət orqanına müvafiq iddia etdiyiniz vəzifə istiqaməti üzrə, müvafiq dövlət orqanı istiqaməti üzrə sahədir, xüsusi sahədir. Tutaq ki, Təhsil Nazirliyinin aparatına hazırlaşırsınız. Misal üçün deyirəm, siz Təhsil Nazirliyinin vəzifə və funksiyalarını bilməlisiniz, təhsil haqqında qanunu bilməlisiniz, müvafiq digər qanunverici aktlarını bilməlisiniz və s. Bu xüsusi istiqamətdir. Üçüncü əsas hissəmiz isə ümumi dünya görüşüdür. Orada sizə ən müxtəlif dünya görüşünün suallar verilir və bu üç mərhələ ümumi qanunvericilik hissəsi, xüsusi dövlət orqanı üzrə, iddia etdiyiniz vəzifə istiqaməti üzrə, orqan üzrə proqram və ümumi dünya görüşü. Mən bu üç istiqamət üzrə danışmaq istəyirəm. İnanıram ki, bu sualların cavabları sizin üçün faydalı olacaq. Başlayaq ümumi qanunvericilikdən. Ümumi qanunvericilikdə məsələ bu qədərdir. Tutaq ki, siz müsabiqənin test mərhələsinə hazırlaşırsınız. Orada bütün müsahibə mərhələsinə gedənlər testi vermiş olurlar da, sizin sertifikatınız olmalıdır. Dövlət orqanına qəbul üçün, dövlət qulluğuna sertifikat tələb olunur müsabiqə vasitəsilə. Və sertifikatı alan adamlar müvafiq qanunvericiliyi, ümumi qanunvericilik hissəsini bilən adamlardır. Çünki orada müəyyən mənada test yazıblar. İndi biri 32 yazıb, biri 40 yazıb, biri 35 yazıb, xülasə 29 da yazan olur. Hər halda müəyyən mənada bu və digər şəkildə qanunvericilikdən məlumatlıdır. Qanunvericilik müəllimləri çoxdur. Mən demirəm ki, hamınız gəlin mən hazırlaşdırım sizə. Heç ona praktik mənim istəsəniz belə, istəsək belə bizim ona praktik imkanımız olmaz. 1000 nəfər tələbəni, 500 nəfər tələbəni bir müəllim hazırlaya bilməz. Amma dövlət orqanlarına tələbə hazırlaşdıran müəllimlərin əksəriyyəti test mərhələsini hazırlaşdıranda həmin tələbələrin sonradan müvafiq vəzifəyə iddia etdiyi yerə müsahibədə iştirakını nəzərə almırlar. Onlar körtəbii şəkildə hazırlaşdırırlar. Sadəcə deyib testdən keçirsə, necə ki, ali təhsil müəssisələrinə qəbul bu cürdür. Tutaq ki, siz gedib testdən keçirsiniz, ali təhsil alırsınız 4 il müddətində, o qədər testdə baş qatışır ki, sonradan həmin şəxs özünü ifadə etməkdə çətinlik çəkir. Böyük bir ömür sərf olunur ki, o özünü ifadə etməyi öyrənsin. Bu müsahibə mərhələsini keçməyən
şəxslərin elə əksəriyyətin problemi də odur. Yəni ümumilikdə bizim cəmiyyətimizdə bu ciddi problemdir. Nəsə mövzudan çıxmaq istəmirəm. Mən sizi müsabiqənin test mərhələsinə o formada hazırlaşdıracağam ki, siz ümumi qanunverici hissəsindən suallara cavab verməkdə, müsahibədə çətinlik çəkməyəcəksiniz. Misal üçün, yəni siz sual edə bilərsiniz, Natiq müəllim, siz bizi necə hazırlaşdıra bilərsiniz ki, biz başqa müəllimlərdən fərqli olub daha yaxşı olsun qayda. Misal üçün, başlayaq. Korrupsiya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanunu var. Müsabiqənin test mərhələsində ehtiyaclıdır bu qanundan suallara cavab vermək. Var orada korrupsiya hüquq pozmaları. Korrupsiya hüquq pozmaları iki yerə bölünürdü da. Yəqin ki, xatirimizdadır. Birbaşa korrupsiya hüquq pozmaları, bir də var korrupsiya şərait yaradan hüquq pozmaları. Misal üçün, şəxs, tutaq ki, müvafiq vəzifəli şəxs, hər hansı bir şəxsdən müvafiq işin görülməsi miqdarında birbaşa maddi vəsait alıb. Bu birbaşa korrupsiya pozmasıdır. Yaxud ona birbaşa bu veya digər kömək edib. Bu birbaşa korrupsiya pozması. Bir də var, onun hər hansı bir işinin həll olunmasında müvafiq dövlət orqanının belə deyək, imkanlarından istifadə edib. Bu korrupsiya şərait yaradan hüquq pozmadır. Məsələn, müvafiq qanunların tətbiqində hansısa bu və digər səlahiyyətində olan imkanlar daxilində əlavə işlərin görülməsinə, tutaq ki, biznes fəaliyyəti ilə hansısa bir şəxsin məşğul olmasına şərait yaradıb. Yaxud da onun dövlətdən hansısa bir imtiyazlar almasına şərait yaradıb. Bu korrupsiya şərait yaradan hüquq pozmadır. Yəni birbaşa heç nə almayıb, birbaşa heç bir tədavül yoxdur. Yəni şəxsin birbaşa özünün münasibətlərində yoxdur. Ancaq tutaq ki, dolayısıyla işlər görüb, bu korrupsiya şərait yaradan hüquq pozmadır. Amma sizə sual veriləcək ki, tutaq ki, müsabiqə komissiyasının üzvünün ixtiyar çatır. Sual versin ki, tutaq ki, İqtisadiyyat Nazirliyində Məmməd Əli işləyir, şərtidir bu adlar. Onun bir qohumu filan rayonda yaşayır, onun əmsi-oğludur. Orada onun bir tanışı var, İqtisadiyyat Nazirliyində onun bir işi var. Ona zəng vurub, bəs deyir ki, mənim qohumum orada, mənim orada tanışım gəlib öz qohumuna. Qohumu da o gəlib onun işini həll edib. İndi sual, burada korrupsiya hadisəsi varmı? Digər bir sual. Varsa bu korrupsiya şərait yaradan hüquq pozmadır, yoxsa korrupsiya birbaşa korrupsiya pozmasıdır? İndi əksəriyyət qalacaq çətin vəziyyətdə bu suala mən necə cavab verim? Yaxud da ki, məlumat azadlığı haqqında qanundan sual veriləcək, vətəndaşların müraciətlərindən sual verəcək. Məsələn, telefon müraciət xidməti vasitəsilə müvafiq dövlət orqanına müraciət eləmişsiniz. O müraciətin qeydə alınması zərurət yoxsa zərurət deyil. Qeydə alınmalıdır yoxsa alınmamalıdır. Alınmasa nə baş verəcək? Hansı hüquq pozma olacaq? Alınırsa hansı hüquq pozma olacaq? Yaxud birbaşa cavablandırmaq mümkündürsə konkret sualın cavabını şifahi qaydada bunu qeydə alınmalıdırmı? Yaxud necə olacaq? Ən müxtəlif suallar olur, bilirsiniz. Yaxud da dövlət qulu haqqında qanunun özünənsə praktik suallar müraciət edə bilər. Və digər ikinci hissə, tutaq ki, müvafiq dövlət orqanı üzrə suallar. Məsələn, siz orqanın vəzifə və funksiyalarında, yeri gəlmişkən, bir məsələni də qeyd edək ki, ümumi qanunvericilik hissəsindən siz yaxşı məlumatlısınızsa, burada əsasən sualları verilir Dövlət İmtahan Mərkəzinin, yəni DİM-in nümayəndəsi və dövlət orqanının nümayəndəsinin də, müstəqil ekspertin də bu və digər suallar vermə imkanı var. Amma DİM-in nümayəndəsi sizlə razılaşacaqsa, siz tutaq ki, yeri gəlmişkən mən özüm iştirak etdiyim praktik müsahibələrin demək olar ki, hamısında müşahidə eləmişəm ki, ümumi qanunvericilik hissəsinə gələndə dövlət qulluğu haqqında qanunun üzərində ciddi şəkildə dayanırlar. Çünki siz dövlət qulluğuna, biz dövlət qulluğuna imtahan veririk qəbul olmaq üçün, dövlət qulluğu haqqında qanunun tələblərini bilmiriksə, artıq korrupsiya qarşı mübarizənin, məlumat azadlığının, etik davranışın, vətəndaşların müraciətlərinin önəmi qalmır. Yəni, əsas mətni bilmirsən. Vətəndaşların müraciətlərində suala düzgün cavab verməyin sənin canını qurtarmayacaq. Bu mənada mən bu hissəni isə praktik izah edə biləcəm. Qaldı ikinci hissə. Bax, dedim, dövlət orqanının şəxsi, belə deyək, birbaşa mövzusu. Məsələn, siz Təhsil Nazirliyinin təhsil haqqında qanundan məlumatlı olmaq sizi buna hüquqşünas da dərs keçə bilər, qanunvericiliyi yaxşı tədris edən savadlı bir yoldaş da dərs keçə bilər, amma bir məsələ var. Siz müvafiq dövlət orqanı üzrə hazırlaşırsınızsa,
müəllim, öyrədən adam əvvəlcədən sizdən əvvəl bu proqramla özü tanış olmalıdır, birbaşa tanış olmalıdır. Demirəm oxuyub hamısını əzbərləməlidir, ancaq proqramla tanış olmalıdır. Məlumatlı olmalıdır, sizə tədris eləməlidir. Əks halda nəticə bəllidir də, gedib 1000 nəfər müsabiqənin test mərhələsini keçir, 100 nəfər o 1000 nəfərin içində müsahibədən keçə biləcək, ya keçə bilməyəcək. Özə bu əksəriyyətini də haqlı olaraq mən özüm müsahibələrdə iştirak etmişəm, zəif nəticəm də olub, müsahibələrdən keçdiyim hallar da çox olub. Müsahibədə bir 3, maksimum 3 sualdan artıq suala cavab verə bilmirsinizsə, yaxud yarımçı cavab verirsinizsə, artıq nəticə orada 16 bala çatmayacaq. Sizi 15 bal nə qədər nəsə kəsəcəklər, ən yaxşı halda. Qaldı üçüncüsü isə dünya görüşü ilə bağlı. Mən dünya görüşü ilə bağlı konkret suallarla müraciət edəcəm sizə və arzu olunandır ki, sizlər də elə bu sualın cavabını çalışıb öyrənəsiniz. Çünki müsahibə mərhələsində böyük ehtimalla 90% ilə bu mənim verdiyim sualları sizə də müraciət edəcəklər. Həmin suallar nələrdən ibarətdir? Məsələn, mən konkret proseslər haqqında danışıram da. Tutaq ki, Amerika Birləşmiş Ştatlarında dünyanın ən nəhəng hazırda super gücü olan ölkə hesab olunur. Yəni, geopolitikada. Prezident seçkiləri oldu və qalib komanda oldu. Qalib komanda hansı komandadır? Və yaxud Donald Trump Amerikada Birləşmiş Ştatların rəhbəri olandan sonra Zelenski ilə tutaq ki, Ukrayna dövlət başçısı nə zaman görüşüb? Danışıqlar harda baş verdi və hansı proses oldu? Qardaş Türkiyə ilə biz çox yaxın münasibətlərdəyik, qardaş ölkəyik. Türkiyənin axırıncı terrorçulara qarşı keçdiyi ən böyük əməliyyat harda baş verib? Azərbaycanın quru sərhədləri olan hansı ölkələr tanıyırsınız? Yaxud Avropa Birliyi dedikdə nə başa düşürsünüz? Ümumiyyətlə, Avropa Birliyi nə zaman təsis olunub? Şərq tərəfdaşlığı deyirik, bu Avropa Birliyi istiqamətidir. Şərq tərəfdaşlığı dedikdə biz nə başa düşürük? Türk Dövlətləri Təşkilatı var. Türk Dövlətləri Təşkilatının təsis olunduğu yer bizim ölkə ilə bağlıdır. Biz Türk Dövlətlərinin Təşkilatının harada təsis olunduğunu bilirikmi? Başqa bir sual. Tutaq ki, MDB, yəni Birləşmiş deməli MDB bu təşkilat MDB-nin, yəni hansı hərbi qolu var? MDB-nin hərbi qolu nədir? Yəni MDB ölkələrini birləşdirən. Yəni bu ölkələrin, MDB ölkələrinin əksəriyyətinin birləşdiyi bir hərbi qol var. Bunun adını siz bilirsinizmi? Ümumiyyətlə, Azərbaycan bu təşkilatın üzvüdürmü? Yaxud Türkiyənin ilk deməli müstəqil Türkiyə Cümhuriyyətinin, hazırki Türkiyə Cümhuriyyətinin ilk bağladığı beynəlxalq müqavilə hansı ölkənin olub? Deməli, Azərbaycanda hakimiyyət qollarından sizə sual veriləcək. Tutaq ki, qanunvericilik hakimiyyətinin ilk dəfə yaranması tarixini bilirsiniz. Yaxud Xalq Cümhuriyyəti ilə bağlı sual veriləcək ki, tutaq ki, mən bilsiz bu sualları hardan bilirəm? Çünki praktik dəfələrlə müsahibələrdə iştirak etmişəm. Tutaq ki, Xalq Cümhuriyyəti nə zaman təsis olunub? Xalq Cümhuriyyətinin yaranmasına qədər Azərbaycan hansı, belə deyək, sistemlə idarə olunurdu? Hansı, deməli, hansı idarəçilik üsuluna malik idi? Ümumiyyətlə, indi biz başqa bir sual, tutaq ki, biz ölkəmiz hansı idarəçilik üsulu ilə idarə olunur? Dövlətin idarəetmə aparatını necə başa düşürsünüz? Parlamentli və prezidentli ölkə dedikdə necə başa düşürsünüz? Dünyada, tutaq ki, ən iri su hövzələrini siz qeyd edə bilərsiniz. Bu kimi suallar düşəcək. Və bu suallara indi mən verilə biləcək müsahibə ilə bağlı sualların 1%-ni də heç qeyd eləmədim. Ancaq ən müxtəlif suallar verilir və mən böyük bir əziyyət çəkmişəm o proqramı hazırlayım. Hansı ki, o proqram daxilində sizlər müsahibəyə hazırlıqda çox yaxşı nəticə əldə edə biləcəksiniz praktik müsahibə mərhələsinin özündə. İndi əksəriyyət müəllimlər hazırlayırlar, ancaq tələbələr o müsahibə prosesində nəticə əldə edə bilirlər, bilmirlər. Bu maraqlı bir temadır. Cənablar, xanımlar,
mən bir daha sizləri dövlət orqanlarına hazırlıqda müsabiqənin test mərhələsinə və müsahibə mərhələsinə hazırlıqla bağlı mənə müraciət etmənizi arzu edirəm. Ona görə yox ki, mənim xüsusi bir təminata ehtiyacım var, yaxud da sizin. Ona görə bizim bir-birimizə ehtiyacımız var ki, biz nəticə əldə edə bilək. Mən şad olaram ki, sizin müsbət nəticənizdə, sizin işinizdə bir əməyim olsun. Siz də yəqin ki, imtahana hazırlaşanlar hər birinin ən böyük arzusu odur ki, imtahanda müsbət nəticə əldə eləsin. Burada əks bir münasibət ola bilməz. Mən hər birinizi mənimlə birlikdə dövlət orqanlarına hazırlığa dəvət edirəm. Öz bilik bacarımı, dünya görüşümü, təcrübəmi və müsbət nə bilirəmsə, bu istiqamət üzrə sizinlə bölüşməyə hazıram. Hər birinizə uğurlar arzulayıram. Ümid edirəm ki, nəticəniz sizin istədiyiniz kimi olacaq və uğur qazanacaqsınız. Uğurlar olsun.